O vaxt pul qazanmaq asan idi deyir. Bu söhbət 2000-ci ilin əvvəllərindən gedir. Düzdür, ölkə keçid dövrünü keçəndən sonra biznesdə müəyyən boşluqlar olur. Girişəndə asan da olur biznesi aparmaq. Sözünüzdə həqiqət var, amma pul qazanmaq üçün hər dövrdə bu 100% əmin ola bilərsiniz ki, havada boşluqlar var hər dövrdə. O vaxtı Azərbaycan əhalisi 8 milyondan biraz çox idi və pul kütləsi cəmi 4-5 milyard idi. Yəni indiki kimi dövrə yox idi. İndi ölkəmizin pul kütləsi, yəni pul qazanmaq deyəndə pulun dövrəsi olur. Əhali nəsə alır, pul xərcləyir. İndi 40 milyarda yaxınlaşır. Düzdür, o 40-ın altındadır. Yəni indiki pul dövrəsi görün havada nə qədər pullar gəzir. Amma belə səbəblər yazanda insan özünü biznesdən uzaqlaşdırır. Hər dövrün özünün geniş imkanları var. Sadəcə biraz nə ilənsə maraqlanıb, səmimi nə isə sevib öyrənmək lazımdır. Çünki insan yaşayan yerdə, əhali olan yerdə puldur. Dövriyyədə pul da var. Bax, o pulu havadan tutub əldə eləmək olar. Heç çox da lazım deyil. Ən azından belə rahat yaşamağınız üçün, dolanmağınız üçün belə imkanlar var. Belə sözləri yazıb özünüzü biznesdən və yaxud gəlirlərdən uzaqlaşdırmayın.